Salam, hamınız xoş gəlmisiniz. Bugünün əsas mövzularından biri vacib olduğunu düşündüyümüz, vacib olmayan şeylərdir. Bəlkə də sən həyatının vacib olduğunu düşündüyün, lakin sən heç bir mənə qatmayan bir şey üstə qurursan. Gündəlik vaxt ayırdığın şeylər bəlkə də heç vacib deyil, yəni sənin heç bir yararına yoxdur, lakin sən bunu çox vacib bilirsən. Mən də bunun üçün 5 dənə fikir ayırdım, yəni 5 dənə fərqli fikir ayırdım ki, bəlkə sənə videonu izləyən deyirəm, sənə bəlkə bir xeyir toxunar deyə həmin bu videonu çəkmək fikri aldım. İndi video gec gələ bilər, çünki mən özüm dəqiqə işləyirəm, yaydı deyənə məktəbdə qurtardı. Evdə boş dayanmamaq üçün yaxşı bir aktivitetdir mənim üçün, həm də cibimdə pulum olur. Onun üçün yəni video çəkməyə vaxtım olmur, gecəyə kimi işdə oluram, axşam evə gəlirəm, yatıram, dururam, təzim gedirəm işə onun üçün. Deməli, videonu çox uzatmaq istəmirəm, birbaşa keçək birinci səbəbə. Birinci səbəb sosial mediada bəyənilməkdir. İnsanlar həqiqətən də müasir dövrdə sosial mediaya tamamilə bağımlıdırlar. Sosial mediada, misal üçün, insanlar gündə ortalama hal-hazırda 4-5 saat, 3-4 saat, yəni vaxtlar gedir. Lakin bu həqiqətən də insanların vaxtını tamamilə çalan bir şeydir. Çünki bu dəqiqə sosial media həyatımızda çox vacib olduğu düşünülür. Yəni dopamin o qədər pis günə düşüb ki, sosial media olmadan insanlar deyir ki, mən nə ala bilərəm? Ancaq yatım evdə və yaxud da ki, Instagramda Reels izləyim, Instagramda TikTok izləyim. Yəni mənim tanışlarım da olubdur belə, həqiqətən də bu insanlar sosial mediaya bağımlıdır. Mən də bir vaxt bağımlı olmuşam. Yəni sizə də tövsiyəm odur ki, sosial mediadan lazım olduğu qədər kənarda qalın. Hər gün ora girib post paylaşmaq, insanların sizi bəyənməsini, çox da belə vacib ehtiyac yoxdur. Əgər bloger deyilsinizsə, əgər Instagramdan, TikTokdan pul qazanmırsınızsa, bunlar çox da vacib olan bir şeylər deyil. Onun üçün tövsiyəm odur ki, sosial mediadan aralaşın. İkinci fikir də odur ki, hal-hazırda misal üçün iPhone 17, iPhone 16, iPhone 15, ardı-ardına bu çıxan telefonlar və yaxud da hər hansısa bir geyim markasından olan, gündəlik həyatda bir həftəlik, 10 günlük, uzaq, bir aylıq populyar olan şeyləri almaq üçün can atmaq. İnsanlar tanıyıram, gedir hansısa markadan paltar çıxır, təzə paltar. Onu sırf onu almaq üçün gedir 10 gün orada seçdir, gedir o koftan alır. Özün bilərsən, al bu sənin fikrindir. Sənin bu elədiyini hər kəs eləyirsə, sənin də insanlardan fərqin qalmır. Bu həyatda bir şey bazarmaq üçün təbii ki, Matrixin içində olan həmin o insanlardan biraz fərqli şeylər etməkdir. Burada demək istədiyim iPhone 16 çıxır misal üçün. Hamı gedib onu almaq üçün can atırsa, sən onu almağa məcbur deyil. Əgər çox vacib deyilsə, onun kamerası üçün alanlar da var, onu başqa şey üçün alanlar da var, sırf yaddaş üçün alanlar var. Yenə deyirəm, özünüz bilərsiniz, əgər cibinizdə artıq pulunuz varsa bunu ala bilərsiniz. Lakin həqiqətən pulunuza yazınız gəlirsə, əgər maddi həyatınız zəifdirsə, gedib o telefona, o markadan olan paltara, o həmin əşyaya pul vermək bu qədər də vacib deyil. Onun yerinə hər hansısa bir biznes üçün fikriniz varsa yatırım edə bilərsiniz. Və yaxud da ki, necə deyim, xarici görünüş dəyəndə, nəzərdə tutduğum paltardan gedir söhbət. Demirəm, gedin cırıq-cırıq paltarlar alın. Ən azından ideal, normal insan, necə deyim, çox belə bahalı olmayan, geyinəndə utanmayacağınız şeylər, geyinsəz belə, bu yaxşı bir şeydir. Mütləq gedib sizin əyninizdə olan paltarın 10 qat bahalı olan paltar almaq məcbur deyil və yaxud da telefon almaq məcbur deyil. Siz bunu əgər kənardan baxan insanlar desin ki, bu nə qəşəngdir, bu partladır desinlər deyən edirsinizsə, bu yaxşı bir şey deyil, həqiqətən deyirəm. Onun üçün çalışın, bu aktivitelərdən çalışın, uzaq durun. Üçüncü mövzumuz isə hər kəsin səni bəyənməsi mövzusudur. Misal üçün, bir çox insan var ki, sırf başqaları onu bəyənsin deyənə hərəkət eləyir. Özünü yox, başqalarını xoşbəxt eləməyə çalışır. Özü narahat olsa belə, əgər başqa insanlar bunu sevirsə, bunu edəcək milyonlarla insan var təəssüf ki. Bu heç doğru bir şey deyil. Misal üçün, sevmədiyim bir paltar var, sırf, yenə deyirəm, bayaqçı mövzuya toxunuram, sırf insanlar bunu alır, bunu bəyənir deyəni, bunu alıb geyinənlər belə var. Başqa bir insanın sənə, sən yaxşı insansan deməsi, səni yaxşı insan eləmir. Və yaxud da səndən nifrət edirəm, sən çox pis insansan deməyi belə səni pis bir insan eləmir. İnsanların xoşuna gəlmək həyatda bu qədər də vacib olan bir şey deyil. Təbii ki, bir yerdən sonra hamının yox, ən azından öz valideynin də xoşuna gələ bilərsən. Bu sənin öz səbəbindir. Lakin çalış həmişə, əgər sən xoşbəxtsənsə o şeyi etməyə çalış. Sırf sən xoşbəxt deyilsən, lakin başqası xoşbəxtdirsə, bunu çalış
bunun çox da üstünə getmə, çünki bu axırda sənin ziyanlığından başqa heç bir şey sənə verməyəcək. Dördüncü mövzu isə hər şeyin mükəmməl olmaq istəyidir. Bu həyatda hər şey mükəmməl olmaq məcburiyyətində deyil. Məsələn, idman eləyirsən, yəni deyirsən ki, mən 3 ayda filan bədəni yığacam, partladacam ortalığı. Lakin 3 ay sonra istədiyin nəticələr ortaya çıxmır. Söhbət yaydan gedir, yəni həmin bu düşüncədə olan insanlardan gedir. Və o zaman da sənin necə disiplin də ölür, motivasiya da ölür, çünki sənin bu haqda məlumatın yoxdur. Misal üçün, hər hansısa bir işdə işləyirsən, deyirsən ki, partladacam da, yəni mükəmməl olacaq hər şey, mükəmməl davam eləməliyəm, səhv olmamalıdır. Lakin bu da həmişə bir yerdən sonra məhv olur gedir. Çünki bu, necə deyim, hər bir uğur səhvlər etdikcə yəni irəliləyir. Sən hər dəfə səhv etməlisən ki, bir uğura gedəsən və həmin səhvi bir də etməyəsən, yenəsən səhv etməlisən. Bir çox insan var, sırf mükəmməl olmaq üçün hərəkət eləməyə çalışır, lakin bir yerdən sonra bu dayanır. Çünki mükəmməllik yəni o qədər də vacib bir şey deyil. Mükəmməllik o qədər asan bir şey deyil. Vacib olan, yəni bunu dayanmadan etməkdir. Vacib olan bunu disiplinlə davam elətdirməkdir. Məsələn, hər gün idman edirsən, deyirsən ki, misal üçün yenə deyirəm, 3 ayda mən partladacam. 3 ayda görürsən ki, lazım bədən yığanmamışsan, heç orada dayananlar da var. Çünki deyirlər ki, 3 ayda mən partladacam, lakin 3 ayın axırında heç nə eləmirlər. Lakin əgər bunu disiplinlə davam elətdirsən, bir ilin axırında sən yaxşı bir bədən yığa bilərsən. Məsələn, varlı insanlar var, bu həyatda hər şeyə, yəni üzə çatıblar. Elə varlı insanlar olub ki, məsələn, intihar ediblər və intihar eləyəndə də notlarını yazıb ki, axır mən bu həyatda hər şeyə dadmışam, bir dənə ölümü dadmamışam. Yəni bu da özü yəni hər şeyi açıqlayır ki, hər şey mükəmməl olmaq bu qədər də vacib deyil. Əsas olan disiplindir. Yəni bunu davam elətdirməkdir. Bəli dostlar, çalışdığım qədər videonu çox uzun tutmamağa çalışdım. Çünki həm mənim də vaxtım azdır, həm də videonu editləmək falan çox vaxt aparır. Həm də istəyirəm sizinlə çox vaxtınızı oğurlamayım. Əsas odur, vacib məqamları qısa bir şəkildə sizə demək istədim. Yəni nə qədər qısa oldusa da. Növbəti videoda əgər çəkməyimi istədiyiniz video fikri falan varsa yorumlarda yaza bilərsiniz, mən də çəkəcəm. İnşallah yenə bu yaxınlarda video çəkməyə çalışacağam, işdən biraz vaxt ayıra bilsəm. İzlədiyiniz üçün təşəkkür edirəm, buraya qədər izləyənlər olursa, izləməyənlər də canı sağ olsun. Hələlik özünüzə yaxşı baxın.